Bismillahirrahmanirrahim. Qul la əs'alukum alayhi əcran illal məvaddətə fil qurba. Peyğəmbərliyim üçün sizdən heç bir muzd istəmirəm. Yalnız əhl-i beytimə məvaddə, yəni itaət və məhəbbət istəyirəm. Bu Allahın biz bəndələrindən istədiyi bir haqqdır. Əhl-i beytin matəm, qəm-qüssə günləridir. Sual edirlər, Aşura günü oruç tutmaq və yaxud da ki, nəsə bir iş görmək necədir? Əvvəl onu qeyd edeyim ki, bugünkü gündə ilahiyyatçı adı ilə Əhl-i Beyt məktəbinə düz gəlməyən dini şəri vəzifələri əksinə xalqa başa salan təbliğatlar genişlənir və hazırlanmış şəxslərdir ki, ilahiyyatçı adı ilə xalqa tanıdılıb və onların da dili ilə düşmən dəyirmanına su tökənlər başlayıblar Şiənin, Əhl-i Beytin məktəbinə əks olan, İslamın məktəbinə əks olan təbliğatlara ki, məhrəmlikdə filan şey eləmək olmaz, olar, toy olar, Quranda yazılıbdır ki, bəs Aşurada, məhrəmlikdə toy eləməyin. Onun müqabilində sual verirəm. 20 yanvarda toy eləmək olar, 31 martda soyqırımda toy eləmək olar, 26 fevralda Xocalı müsibəti toy eləmək olar, hansı qanunda yazılıb ki, toy eləmək olmaz. Yəni, nə qədər insanlar düşüncəsiz və İslam düşmənləri yayırlar və inanırsınız. Bəyəm elə hər şey Quranda yazılmalıdır, müəyyən əqil və düşüncə təfəkkür əhli olmalısınız. Zalim hakimiyyət Yezid tərəfindən İslama qəbul edilmiş Muaviyə məlun və onun nəsli tərəfindən İslamı tam əksinə uydurulmuş hədislərlə Aşuranın istəyiblər ki, tamam məntiqini dəyişsinlər, məhərrəmli tamam məntiqini dəyişsinlər. Məsəl üçün, Aşurada oruç tutmaq. Əvvəla bir şey qeyd edeyim. Əlimdə Səhih Buxari kitabında hədis 2004-cü, 2003-cü hədis və onun kimi başqa hədislərdə 5-6 dənə Aşura gününə aid olan oruç tutmaq haqqında hədislər var. Amma qeyd etdiyim bu hədisi nəyə görə qeyd edirəm? 2003-cü hədis. Baxın, Muaviyə İbni Əbi Süfyan dilindən hədis deyilir. Qısa yerini deyirəm. Güya ki, Aşura günü oruç tutmaq savabdır və Aşura günü kim oruç tutsa yaxşıdır filandır və ilə axırı. 2004-cü hədisdə yazılır ki, Peyğəmbər İslam Mədiniyə daxil olanda gördü ki, Yahudilər oruç tutublar Aşura günü və qalə, mə hədə. Həzrət soruşdu ki, onlardan, bu nə oruçdur, nə tutmaqdır? Qalu, hədə yevmun salihun, hədə yevmun nəccəllahu bəni İsrail min əduvihim. Fəsaməhu Musa və ilaxı bu kimi hədisləri qeyd ediblər. Mənası da budur ki, güya ki, Yahudilər oruç tutdular. Niyə? Çünki həmin gün Bəni İsrail nicat tapıbdı düşmənlərin zülmündən sonra. Musa əleyhissalam da sevincindən həmin günü oruç tutubdu. Peyğəmbər əleyhissalam da buyurdu ki, mən də elə Musadan da daha həqqəm, düzəm və ona görə də fəsaməhu və əmərə bisiyamihi. Həzrət Peyğəmbər əleyhissalam oruç tutdu və ümmətinə də həmin Aşura günü orucu buyurdu ki, oruç tutarsınız. Və başqa bir 2005-ci hədisində qeyd olur ki, Kayna yevmu Aşura təudduhul yahudu aidən. Bəs Aşura günü Yahudilər bayram edirlər, siz də oruç tutun, ay mənim ümmətim və sair. Çox belə təəccüb olması məsələdir. Yəni, bir Peyğəmbər gəlir Mədinə şəhrində, Yahudilərin oruç tutduğuna görə ümmətə deyir ki, siz də oruç tutun. Birincisi, gedin Yahudi tarixinə baxın. Tarixinə əlavə başqa onların adət-ənənələrinə baxın. Görün, onlarda Aşura deyilən oruç varmı? Özləri heç bilmirlər ki, belə deyək ki, Aşura orucu nədir filandır. Bunlar hamısı uydurulmuş hədislərdir. Nəyə görə? Çünki o dövrdə ki, Bəni Öməyyə məlun Yezid hakimiyyəti İmam Hüseyn əleyhissalamı ki, Kərbalada qətlə yetirdi, şəhadətə yetişdirilər və onları əsir-yesir elədilər. Və ta ki o yerə gəldi, çıxdı ki, onlar əsirləri Şam şəhərinə gətirəndə başladılar, Şam şəhərini bəzədilər, bəzətdirdi o məlun ki, bayram abi havası olsun.
Və cəmaət də həmin gündən başladı Aşura gününü bayram eləməyə, bayram kimi bilməyə və gətirdilər yalandan uydurdular özlərindən ki, İbrahim əleyhissalam güya o vaxt oddan nicat tapıbdı, Yunus əleyhissalam balığın qarnında nicat tapdı və ilə axirə bu kimi yalandan uydurulmuş hədisləri düzəltdilər ta ki Aşuranı yaddan çıxartsınlar. Aşura Həzrət Hüseyn əleyhissalamın şəhadəti yaddan çıxsın. Hətta bəzi ərəb ölkələrində yadıma gəlib 40 il bundan qabaq yazıb yapışdırırdılar ki, Aşura günü Eid-i mübarək, yəni bayramımız mübarək olsun. Uydurulmuş şeylər hamısı Bəni Üməyyənin bugünkü gündə o əlaltıları gəlib Aşuranı yaddan çıxartmaq üçün ümmətə bu kimi təbliğat edirlər və Azərbaycanda da ki, bilirsiniz ki, o həmin adamlar yetişdirilib və başlayıblar bu cürə ilahiyyatçı adı ilə cəmaata sırınıb daha doğrusu mətbuatda və zalim kafir təbliğatlarının da üstünə onların təbliğatı gələrək ancaq məhərrəmlik və İmam Hüseyn əleyhissalamdan işləri var. Mən əziz mömin qardaşlara, əziz Şiə, Əhl-i Beyt aşiqləri olan, istər sünni qardaşlarımız olsun, fərq eləməz. Yəni, hər o şəxsi ki, məvəddə deyilən ayəyə riayət eləyərlər, yəni Əhl-i Beytə həm itaət eləyərlər, həm onları sevərlər, məhəbbətləri var. Onların hamısına tövsiyə edirəm bu şeylərdə diqqətli olsunlar. Nadan, cahil və kafirlərin tərəfindən öyrədilən bu kimi şeylərə aldanmasınlar və Aşura günü isə ac qalmaq müstəhəbbidir, amma oruc niyyəti ilə yox. Fəqət qəm-qüssə günü olduğuna görə o günü biraz az yemək, az su içmək, biraz özün oruc kimi aparmaq. Budur müstəhəbbdir. Və həmsinin Aşura günü hər kəs işləsə, əgər dövlət əhəmiyyətli olmursa, onlar qiyamətin günündə Ömər ibn Səədlə məşhur olarlar. Çünki imamlardan hədis var ki, hər kəs dünya işləri ilə məşğul olarsa Aşura günü, onlar qiyamətin günü Ömər Səədlə Yezid ibn Muaviyə məlun və bu kimi Əhl-i Beyt düşmənləri ilə məşhur olar. Hətta yaxşı yadımdadır ki, yəni mən 60 il bundan qabaq atamı görərdim, ailəmizi görərdim ki, evdə həmin gün bizdə nə yemək pişərdi, hətta adət etdiyimiz dişi yumazdıq biz. Ki, həmin gün dünya işləri ilə məşğul olmazdıq. Televizorlarımız 2 ay işləməzdi. Yəni, bu ehtiramı qoruyub saxlayardıq. İnsan bir əzzi ölən günə diqqət eləsin, baxsın, görsün, o şeyləri eləyərmi? Amma Quran buyurur, nə? Peyğəmbər möminlərə özlərinin canlarından da əzizdir. Peyğəmbər İslamda buyurur ki, Əhl-i Beytim, Quran da buyurur, Əhl-i Beyt. Allahın buyruğu budur ki, biz onlara itaət eləyək və onlara məhəbbət eləyək. Müsibətlə dünyasını dəyişən Əhl-i Beytin Aşurasında, məhərrəmində bəyəm toy eləyirlər. Eləsinlər, kim eləyir, özü bilər. Bizim heç bir kafirlə, heç bir zındıqla, heç bir işimiz yoxdur. Özləri bilərlər. Və o cür təbliğatlara da əziz möminlər uymasınlar. Əlavə onu da qeyd edeyim ki, Aşura günü Azərbaycanda qətl sında deyilən bir söz də var. Yəni, günortaya qədər neynədin, elədin. Günortadan sonra daha bildiyi eləyə bilərsən. Bu tam yanlış bir səhv olan fikirdir. Həzrət Hüseyn əleyhissalamın müsibəti, Aşura müsibəti və şəhadət saatları əsr vaxtı baş veribdi. Yəni, bizdə məclislər qutarır saat günorta azanında verildi, qutardı. Hamı gedir evində, İmam Hüseyn yaddan çıxdı. Aşura yaddan çıxdı. Amma gəl hansı ki, Həzrət Hüseyn əleyhissalam Aşura günü şam vaxtına qədər, yəni əsr vaxtı şəhadətə çatıbdı. Yəni günortada neçə saat sonra döyüş gedir, müsibət gedir, Əhl-i Beyt, qəm-qüssənin içində ağlaşma filan və biz də vərdiş eləmişik, bəli, saat günorta azanı oldu, hər şey qutardı. Elə deyil, bu böyük bir səhvdir və yanlışdır. Həmin günü biz qəmdə olmalıyıq. Həzrət Hüseyn əleyhissalamın Aşurası bizim üçün həmin gün bütöv günü olmalıdır və o cümlədən də həmin gün bizim üçün Aşura mərasimi evdə də olsa gəlib qəmlənməliyik və üzürlü səbəbdən də qeyd etdiyimiz kimi zəruri, vəzifəli işləyirlər, o əhəmiyyətli işlərdir, məsəl üçün belə deyək, dövlət işləridir, istisna olmaqla, amma o insanlar ki, öz ixtiyarındadır, o insanlar ki, azaddılar, onlar gərək həmin gününə işləməsinlər və məcbur qalıb işləyərlərsə həmin iş saatlarını, pulunu fəqir füqaraya ehsan eləsə daha yaxşıdır. Allah bizləri dünya axirətdə Əhl-i Beytdən ayrı salmasın. Sallallahu aleykə ya Əbə Abdillah əl-Hüseyn və rəhmətullahi və bərəkatuhu.